Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Bugünkü söhbətimizdə nəhayət gözlədiyimiz əsas mövzuya biz çatırıq. O da sifətdə tövhid mövzusudur. Biz vədə verdiyimiz kimi qeyd etdik ki, sifətdə tövhid mövzusu tövhid haqqında tövhid haqqında söhbət edəcəyimiz ikinci şaxədir, ikinci qismdir. Zatda tövhid haqqında söhbət etdik. Sifətdə tövhid haqqında başladıqda biz hardasa 3-4 bir məsələni sifətlər haqqında bəyan etdik. Allahın sifətləri haqqında düşündükdən sonra, Allahın sifətləri haqqında söhbət etdikdən sonra nəhayət biz sifətdə tövhid mövzusuna çatırıq. Bu sifətdə tövhid mövzusu bir əsas bir sualla yaranır. Yəni, haradasa biz zatda tövhid haqqında rahat bəlkə də düşünə bilirik. Yəni, qeyd edirik ki, Allah Teala birdir, ikincisi yoxdur. Allah Teala cisim deyil, mürəkkəb deyil, bəsitdir. Amma sifətdə, yəni bu bir anlayışı zatda tövhiddə tamamilə insanların düşüncəsi ilə uyğun gəlir. Lakin sifətdə tövhid haqqında biz söhbət etdikdə bir balaca hardasa ola bilsin anlaşılmazlıq və yaxud da ki, çətinlik ortaya gəlsin. Görürsən, sifətdə tövhid nə olan şeydir? Yəni, biz qeyd edəndə ki, Allah sifətlərində də vahiddir, təkdir, nə deməkdir? Yəni, sifətlər bir sifətdən ibarətdir, yoxsa nə deməkdir? Yəqin ki, bu anlayışlar, yəni ilk düşündüyümüz məsələlər belə deyil. Yəni, ilk düşündüyümüz məsələlər məqsədə uyğun deyil ki, yəni Allahın sifətləri bir sifətdən ibarətdir. Yox, Allahın min bir sifətlər, yəni biz Coşən Kəbir duasına da müraciət etsə görərik ki, min ad və sifət Allahın adı sifəti kimi hallandırılıb. Yəni, çoxlu və saysız hesabsız Allah sifətlərə malikdir. Lakin bu saysız və hesabsız sifətlər, yəni əsas sual bundan ibarətdir ki, burada da qeyd olunduğu kimi əgər diqqət etsəniz, əsas sual bundan ibarətdir ki, bu sifətlər Allahın zatından ayrıdır, kənardan yaranıb sonradan yaranır, ya Allahın zatı ilə bərabərdir. Bu əsas məsələdir ki, biz bunu həll etməliyik. Görəsən, bu sifətlər sonradan Allahın zatına gəlir, necə deyərlər, və yaxud da ki, yox, Allahın zatı ilə eynidir. Yəni, Allahın zatının eynidir. Ona görə belə bir məşhur cümlə var ki, sifətdə tövhidin bəyanında qeyd edirlər ki, Allahın sifətləri Allahın zatının eynidir. Lakin bunun özünü düşünmək lazımdır. Görürsən, Allahın sifətləri Allahın zatının eynidir. Bu nə deməkdir? Yəni, nə deməkdir ki, Allahın sifətləri Allahın zatının eynisidir? Bu məsələni biz düşünə bilsək, sifətdə tövhid məsələsini həll edə bilərik. Bu üzdən bu əsas sualı mən qeyd elədim ki, haradasa bu əsas sual bizim fikrimizdə olmalıdır. Biz bu sualla sifətdə tövhid mövzusunda daxil olmalıyıq ki, ümumiyyətlə bu sifətləri biz zatdan ayrı hesab edirik. Yəni, Allahın zatı həmçinin kənarında Allahın qüdrəti, həmçinin kənarında Allahın iradəsi, kənarında Allahın elmi biz bu cürlə düşünməliyik, yoxsa yox. Bunları bir məcmu, bir toplum, bir vahid bir həqiqət şəklində düşünməliyik ki, yox, Allahın zatı və bu zat həm də elmi və bu elm həm də qüdrəti və bu qüdrət həm də iradəsi. Yəqin ki, biz sifəti tövhiddə danışdıq, bu ikinci tərəfi düşünməliyik. Amma necə düşündüyümüz haqqında biraz söhbət eləyək ki, inşallah daha da məlum olsun. Yenə də sifətdə tövhid məsələsini mən əsas məsələni vurğulamazdan əvvəl, əsas cavabı verməzdən əvvəl iki mülahizəni mən qeyd etmək istəyirəm ki, bu daha əhəmiyyətlidir, yəni sifətdə tövhidin düşünməsində bizə kömək edir. Birinci mülahizə bundan ibarətdir ki, biz sifətlər haqqında söhbət etdikdə, heç də yəni sifətlərdə tövhid məsələsi haqqında danışdıqda, heç də mənada sinonimlikdən danışmırıq. Belə deyil ki, bunlar mənacı eynidir. Bu aydın məsələdir ki, belə deyil. Yəni, biz qüdrətlə elm sifətini heç də mənaca eyni hesablamırıq.
belə deyək ki, qüdrətin mənası elmdir və yaxud elmin mənası qüdrətdir. Bu, adi bir düşüncə, yəni primitiv bir düşüncədə bunu dərk edir ki, xeyr, qüdrətin mənası qüdrətdir, elmin mənası elmdir, iradənin, bunların mənaca bir-birindən fərqlidir. Amma sifətdə tövhid dedikdə, yəni bunu istəmir düşünək ki, biz sifətdə tövhid dedikdə mənaca sinonimlik nəzərdə tutulmur. Bəs nə nəzərdə tutulur? Nəzərdə tutduğumuz obyektiv vəhdətdir. Yəni, həqiqətdə bunlar vəhdət. Obyektiv eynilik, burada da əgər diqqət etsəniz, tərifi biz belə vermişik ki, obyektiv eynilik dedikdə nə nəzərdə tutulur? Obyektiv eynilik mənaca eyni olmayan, iki və ya daha artıq məfhumun obyektiv aləmdə vahid predmetə aid olmasıdır. Yəni, müxtəlif mənaları olan anlayışlardır ki, müxtəlif mənaları olan kəlmələrdir ki, həqiqətdə, xarici aləmdə, obyektiv dünyada bunlar bir predmetə aid edilir, bir həqiqətə aid edilir. Ən qısa və konkret dedikdə, biz məsələn, misal olaraq qeyd edirəm. Bir dəfə deyirəm ki, müsəlmanların səmavi kitabı, digər bir tərəfdən deyirəm ki, Allahın əbədi möcüzəsi və yaxud Peyğəmbərin əbədi möcüzəsi. Bu iki anlayış mənaca eynidir. Müsəlmanların səmavi kitabı, Peyğəmbərin əbədi möcüzəsi, bunlar mənaca sinonim deyil, mənaca bir-birindən fərqlidir. Lakin obyektiv aləmdə vahid predmetə aid edilir. Yəni, o da Qurandan ibarətdir. Allahın sifətləri haqqında da, sifətlərdə tövhid haqqında da biz söhbət etdikdə bu cür məsələyə baxmaq lazımdır. Yəni, sifətlər mənaca bir-birindən müxtəlifdir, mənaca bir-birindən ayrıdır, lakin obyektiv aləmdə vahid bir predmetə aid edilir. O da Allah Teala'dır. Qüdrət dedikdə, mütləq qüdrət dedikdə, mütləq elm dedikdə, mütləq iradə dedikdə, görmə, eşitmə, mütləq görmə və eşitmə dedikdə, bunlar mənaca fərqli olsa da, lakin bir predmetə aid edilir, Allah Teala'ya aid edilir. Bu məsələni diqqətdə saxlamalıdır. Bu birinci mülahizə, yəni sifətdə tövhid məsələsində bu məsələni mütləq vurğulamaq lazımdır ki, sonra düşüncədə hər hansı bir çətinlik yaranmasın ki, bir çoxları deyirlər ki, axı bunlar ki, bir-birindən fərqlidir, bu aydın məsələdir, fərqlidir, mənaca fərqlidir. Lakin bir həqiqətə aid olmasında vahiddirlər. İkinci mülahizədə bundan ibarətdir ki, biz sifətdə tövhid haqqında söhbət etdikdə mütləq zati sifətlər və sübuti sifətləri nəzərdə tuturuq. Yəni, səlbi sifətlər və feili sifətlər nəzərdə tutulmur. Bu ki, deyilir ki, Allah Teala sifətlərində də vahiddir, məhz zati və sübuti sifətlər haqqında qeyd olunmalıdır. Nəinki feili və səlbi sifətlər. Feili və səlbi sifətləri qeyd etdik, yəni keçən söhbətlərdə də geniş şəkildə biz bəyan etdik ki, feili sifət sonradan yaranan, sonradan düşünülən, sonradan düşünülən sifəti bu yəqin ki, eyni Allahın zatı ilə eyni ola bilməz. Və yaxud səlbi sifətlər də Allahdan səlb olunan, Allaha layiq görülməyən, Allahın şəninə uyğun olmayan, Allahın dərəvi səviyyəsinə uyğun olmayan sifətlərdir. Biz səlbi və feili sifətlərdən söhbət etmirik. Biz sifətdə tövhid mövzusunda məhz zati və sübuti sifətlərdən elm, qüdrət, həy, bu sifətlərdən söhbət edir ki, bu sifətlər Allahın zatıdır və eyni zatıdır və Allahın zatı ilə bərabərdir. Bu da ikinci mülahizə. Bu iki məsələ mütləq nəzərdə alınmalıdır ki, sifətdə tövhid mövzusunda dərki üçün, sifətdə tövhid mövzusunun dərki üçün lazımlı və zəruridir. Bəs belə konkretləşdirə bilərik ki, sifətdə tövhidin mənasını biz üç mərhələdə, üç etapda konkretləşdirə bilərik. O da bundan ibarətdir ki, Allahın zatı və sifətləri mənaca bir-birindən fərqlidir. Yəni, dediklərimizin tamamilə toplusu və məcmusunu biz belə deyə bilərik. Allah sifətdə tövhid necə düşünə bilərik? Bir, bundan ibarətdir, üç hissədən ibarətdir. Bir, Allahın sifətləri mənaca sinonim deyil, mənaca bir-birindən fərqlidir. Bu birinci məsələ. İkinci məsələ, Allahın zatı və sifətləri arasında xaricdə və obyektiv aləmdə eynilik mövcuddur, eynilik hakimdir. Bəli, bunlar mənaca bir-birindən ayrı da olsa, amma obyektiv aləmdə məhz bir predmetə, bir həqiqətə aid edilir. Bu da ikinci məsələ və həmçinin üçüncü məsələ, Allahın sifətləri arasındadır bu eynilik hakimdir. Bu, ümumiyyətdə sifətdə tövhid anlayışının dərki üçündür. Amma
tamamilə mən yenə də bir daha qısa və konkret demək istəyirəm ki, bütün düşüncələrin dərki üçün rahat olsun, bütün düşüncələr bunu qavraya bilsinlər, hamı dərk edə bilsin. Biz sifətli tövhid dedikdə, ümumiyyətlə, düz bu elmi biz məsələsinə işarə etdik ki, sifətlər mənaca bir-birindən fərqli, lakin obyektiv aləmdə vahid bir zata, vahid bir mahiyyətə aid edilir. Bu sifətlərdə tövhid deməkdir, lakin bunun ən rahat yolu nədən ibarətdir? O da bundan ibarətdir ki, sifətdə tövhid, yəni Allah Teala sifətlərini sonradan kəsb etməmişdir. Allahın sifətləri onunla əzəldən mövcud olmuşdur. İnsanların sifətlərinə bənzəmir. Biz bu sifətdə tövhidin konkret mənası və əsas hədəf və əsas özəyi bundan ibarətdir. Sifətdə tövhid, çünki biz insanı öz sifətləri ilə müqayisə etdikdə görürük ki, insan hər hansısa bir zaman alim deyilsə, sonradan alim olur. Hər hansısa bir zaman gücə sahib deyilsə, sonradan gücə sahib olur. Hər hansısa bir zaman sərvətə malik deyilsə, sonradan sərvətə malik olur. Ona görə Quranda da buyurur Allah Teala ki, "Vallahu əxrəcəkum min butuni ummahatikum la ta'lemunə şey'a." Allah Teala sizi ana bətnindən gətirdikdə heç nə bilmirdiniz. Yəni bu yəni nə deməkdir? Bunun mənası sonradan sifətləri əldə etmək, iqtibas etmək, əxz etmək, sonradan sifətlərə malik olmaq, yəni sifətlərdə müxtəliflilik, sifətlərin zatla bərabər olmaması yəni. Amma Allahda bu belədir, yoxsa yox, xeyr, Allah Teala'da bütün sifətlər Allah əzəldən Allahla bərabər olub, əzəldən Allahla olub. Yəni biz Allah anlayışını düşündükdə qüdrət anlayışını da düşünürük bərabər şəkildə. Allah anlayışını düşündükdə bərabər şəkildə elm anlayır. Belə deyil ki, əvvəlcə Allah olsun, sonradan alim olsun, sonra xeyr. Bəs sifətdə tövhid dedikdə, yenə də təkrar edirəm, sifətlər Allahın zatı ilə eynidir. Yəni Allah Teala sifətlərini sonradan kəsb etməmişdir. Bu sifətdə tövhidin əsas mənasıdır. Amma biz elmi şəkildə işarə etdik ki, bəli, elmi şəkildə bu mərhələlər mütləq diqqətə alınmalıdır və nəzərdə tutulmalıdır. Buna görə Allah Teala alimdir, həmişə qadirdir, həmişə həyyidir, həmişə və bunlara sahibdir mütləq şəkildə, nisbi şəkildə deyil, tamamilə insandan fərqli olaraq. Bu da bir məsələdir ki, biz sifətdə tövhiddə vurğulanmalıdır. Həmçinin hardasa mən yenə də sifətdə tövhidin dəlilləri haqqında istərdim bəyan edim. O da bundan ibarətdir ki, iki əsas dəlil sifətdə tövhiddə vurğulanıb. Nəyə görə Allahın sifətləri Allahın zatı ilə bərabər? Nəyə görə Allah Teala sifətlərini sonradan kəsb etdi? Nəyə görə Allah Teala əvvəldən sifətlərə malik olmalıdır? Allahın kamilliyi. Birinci dəlil, yəni bu birinci dəlil Allahın kamilliyinə əsaslanıb istinad edilir ki, iki əsas hissədən ibarətdir. O da birinci bundan ibarətdir ki, ümumiyyətlə kamil varlığın zatından kənar sifətlərə möhtac olması kamilliyin, möhtac olmaması kamilliyin tələbidir. Yəni hər hansısa bir varlıq kamil varlıq olarsa, özündən kənar sifətlərə möhtac deyil. Çünki əgər özündən kənar sifətlərə möhtac olarsa, kamillik aradan gedir. Biz qeyd etmişdik öncəki söhbətlərimizdə də ki, qeyd etdik ki, insanlar mümkündür. Sən qaimi bizzat, sən aləm hamı bil xeyr, sən qaimi bizzat, sən aləm hamı bil xeyr, xəllaqu səmavatu zəmin, könü məkansan, sən Allah Teala qaimi bizzatdır. Amma qaim bizzatdır. Amma digər varlıqlar bil qeyridirlər. Bu böyük dahi şairimiz Seyyid Əzimin ki, qəzəlində vurğulanır. Çox əsaslı bir mənadır. Allah Teala qaim bir zatdır, yəni müstəqildir, kamildir, heç bir şeyə söykənmir, istinad etmir. Bəlkə digər varlıqlar Allaha söykənir. Ona görə qəyyum sifətində qeyd etmişdik. Əgər Allah Teala özündən kənar sifətlərə ehtiyacı olsa, sonradan sifətlərini əldə etsə, deməli o sifətlərə möhtacdır. Və möhtac olan insan kamil ola bilməz. Qaimi bizzat kamildir və kamil insan digərinə möhtac deyil. Əgər kənar sifətə möhtac olarsa, yəni
deməli onda ümumiyyətlə kamil deyil. Bəs bu birinci bir məsələ ki, kamil varlıq zatından kənar sifətlərə möhtac olmaması kamilliyin tələbidir. Kamillik bunu tələb edir ki, özündən kənar sifətə möhtac olmasın. İkinci məsələ, Allah mütləq kamil olduğundan sifətləri onun zatından kənar deyil. Bəs yəni mən hardasa bunu da öz izahımda qeyd etdim. Yəni bəs Allah əgər kamildirsə, deməli zatından kənar sifətlərə möhtac deyil. O mənanı nəzərdə tuturuq. Yəni Allah Taala biz insanlar özümüzdən kənar sifətlərə möhtacıq. Mənası nə deməkdir? Yəni, sifətləri biz kəsb edirik, elmi kəsb edirik, qüdrəti kəsb edirik, çalışırıq, zəhmət çəkirik, kəsb edirik. Allah Taala bunları kəsb etmir. Əzəldən Allahla mövcuddur. Əgər əzəldən mövcud olmasa, deməli kəsb etməlidir. Əgər kəsb edilsə, deməli möhtacdır. Əgər möhtacdırsa, deməli kamildir. Bir halda ki, biz qeyd etmişik ki, Allah Taala kamildir. Bu birinci dəlil və digər bir dəlili də mən vurğulayım və əsas dəlillərdən biri sayılır. O da bundan ibarətdir ki, belə bir formatda da biz bunu qeyd eləmişik ki, rahat düşüncə üçün, həmçinin də diqqət üçün daha da məqsədə uyğun olsun. İkinci dəlil bundan ibarətdir ki, Allahın sifətləri ondan kənar olsa, yəni Allahın zatı ilə eyni olmasa, iki məsələ ilə biz qarşılaşırıq. Yəni Allahın sifətləri əgər Allahın zatından kənar olsa, Allahın eyni zatı olmasa, sifətli tövhidə biz inanmasaq, iki əsas məsələ ilə qarşılaşırıq. Ya Allahın sifətləri zatın bir hissəsidir və ya Allahın sifətləri zatdan ayrıdır. Bu iki, necə deyərlər, dilemma bu məsələnin təbii nəticəsidir. Əgər Allahın sifətləri eyni zatı deyilsə, ya zatın bir hissəsidir, eyni zat, yəni tamamilə zatın özü. Ya zatın bir hissəsidir və ya zatdan kənardır, zatdan ayrıdır. Əgər zatın bir hissəsidirsə, deməli Allah bu mürəkkəbliklə, yəni tərkiblə nəticələnir və biz zatda tövhiddə söhbət etdik ki, Allah Taala mürəkkəb deyil, bəsitdir, tərkib ola bilməz. Əgər tərkib olsa cism olmalıdır, əgər cism olsa, deməli bunu Allah öz tərkib hissələrinə möhtac və bu Allah anlayışı, Allah düşüncəsi ilə uyğun deyil. Deməli, Allahın sifətləri Allahın zatının bir hissəsi olsa mürəkkəb olacaq, cism anlayışı ilə eyni sayılacaq və Allahın zatının tərkiblənməsi ilə nəticələnəcək ki, biz bunu zatı tövhiddə qeyd etdik ki, bu mümkün olan şey deyil. Amma digər bir məsələ bundan ibarətdir. Yaxşı, Allahın zatının bir hissəsi deyil. Allahın sifətləri zatdan ayrıdır. Allahın sifətləri əgər zatdan ayrıdırsa, yenə iki nəticə ilə biz rastlaşırıq. Əgər Allahın sifətləri zatdan ayrıdırsa, ya bu sifətlər zəruri varlıqlardır və ya mümkün varlıqlardır. Yəni Allah kimi zəruri varlıqdır. Allahın sifətləri Allahın zatından ayrıdır, amma Allahın zatı kimi zəruri bir varlıqdır. Belə olduğu halda neçə Allahlıqla üzləşirik. Yəni biz qeyd etdik ki, zəruri varlıq vahid bir varlıqdan ibarətdir. O da Allah Taaladır. Amma digər bir zəruri varlıq da Allahın kənarında mövcud olsa, neçə zəruri varlıqla üzləşirik ki, zatda tövhiddə biz bunun düzgün olmadığını, bunun ümumiyyətlə məqsədə uyğun olmadığını biz qeyd etdik və sübutlarla, dəlillərlə sübut etdik ki, bəs yenə də qeyd edirəm ki, əgər bu sifətlər Allahın zatından kənardırsa, iki nəticə ilə üzləşirik. Ya bu sifətlər zəruri sifətlərdir ki, bu neçə Allahlıqla nəticələnir ki, mümkün olan bir şey deyil və ya mümkün varlıqlardır. Əgər mümkün varlıq olduqda yenə bu sual, iki əsas sual yaranır. Mümkün varlıq olduqda bu mümkün varlıq digər bir zəruri varlıq hardasa belə bir sualla, yəni sual yaranır ki, ümumiyyətlə əgər mümkün varlıqlardırsa bunların səbəbi nədir? Səbəbi nədən ibarətdir? Bu varlıqları çünki mümkündürsə mütləq səbəbi olmalıdır. Səbəbi nədən ibarətdir? Səbəbi digər bir zəruri varlıq. Necə ki, burada da qeyd olunub, birinci məsələ digər bir zəruri varlıq. Nəticəsi nədən ibarətdir? Digər bir zəruri varlıq əgər bu mümkün sifətləri yaradırsa, yenə də Allahın kənarında digər bir zəruri varlıq, yəni özü ki deyil, digər bir özü yaratmır, yəni digər bir zəruri varlıq yaradır. Əgər belə olduğu halda neçə yenə ən azından iki zəruri varlıqla üzləşirik. Allah və sifətlərini yaradan zəruri varlıq. Yenə də bu neçə Allahlılıqla üzləşirik ki, zatda tövhidlə tamamilə zitr mümkün olan şey deyil. Amma ikinci məsələ, Allahın özü qeyd edilir ki, bu sifətlər mümkündür. Amma
Amma Allahın özü onları yaradıb özü üçün. Belə olduğu halda bu da əqli dəlillə heç düz gəlmir. Nəyə görə? Çünki əqli dəlil deyir ki, hər hansısa bir varlıq olmadığı bir şeyi kiməsə əta edə bilməz, kiməsə bəxş edə bilməz. Yəni, əgər mənim cibimdə məsələn pul yoxdursa, deyib, kiməsə pul verə bilmərəm ki. Əgər əlimdə hər hansısa bir şey yoxdursa, kiməsə onu mən bəxş edə bilmərəm ki, həmçinin də özümə, yəni olmadığı şeyi, sahib olmadığı şeyi özü üçün yarada bilməz. Əgər deyirik ki, Allahın sifətləri Allahın zatından ayrıdır və ayrı olduqda da zəruri varlıq deyil, mümkün varlıqdır. Mümkün varlıq olduqda mütləq səbəbi olmalıdır. Bu səbəb ayrı zəruri bir varlıqdırsa, heç Allahlıqla nəticələnir ki, bu zatda tövhidlə ziddir. Amma Allahın özü bu sifətləri yaradırsa, deməli, olmadığı, yəni bir şeyə sahib olmadığı halda ona sahib olur, onu özü üçün yaradır. Bu da əqli bir nəticə ilə uyğun deyil. Çünki bir varlıq, hər hansısa bir şeyə sahib olmadıqda onu bəxş edə bilməz, onu əta edə bilməz, onu yarada bilməz, onu özü üçün kəsb edə bilməz. Bu da son bir məsələdir ki, nəticə alırıq ki, deməli Allahın sifətləri Allahın zatı ilə eynidir. Sifətdə tövhidi biz bu məsələ ilə nəticə alırıq. Pəs yenə də bu məsələdə diqqətli olmalıyıq. Mən qısa və konkret qeyd etsəm də, əlbəttə bunlar bir hissəsi, bir çox hissəsi düşüncəyə də aiddir. Bəs nəticə etibarilə biz tövhiddə, yəni tövhid anlayışında zatı tövhiddən sonra sifətdə tövhidi belə üsulla, belə bir tərtib və gedişatla nəticə alırıq ki, Allahın sifətləri onun zatından ayrı deyil, eyni zatıdır, yəni sonradan onları kəsb etməmişdir, əzəldən Allahla mövcud olur. Mən bununla sifətdə tövhid mövzusunda tamamlayıram və nəticə etibarilə sonda da qeyd etdiyimiz kimi qeyd edirik ki, Allahın sifətləri haqqında bir söhbət etdikdə bu sifətlər Allahın haqqında danışdığımız sifətlər tamamilə ayrısına aid edilə bilmir və digər bir yaranışdakı məhdud sifətlər də Allah haqqında ola bilməz. Bu birinci məsələ. İkinci məsələ də bundan ibarətdir ki, Allahda mövcud olan sifətlər mütləqdir və nisbi deyil. Alimdirsə mütləq alimdir, qadirdir, həyyidir, mütləq qüdrət və həy sifətlərinə malikdir. Bura qədər bir sifətdə tövhid mövzusunda bağlayırıq, tamamlayırıq və gələn söhbətlərimizdə inşallah feildə tövhid məsələsini başlayırıq.